uşaqları. Bugün sevgilerin kavuştuğu gündür. Bugün hislerin coştuğu gündür. Bugün ümitlerin, duaların hayata geçtiği gündür. Bugün semaların açık olduğu gündür. Semalar açık olarken ulduzlar görünür. Gecemizin de en parlak ulduzları var. Esker, Nezrin, bir neçə saniyeden sonra karşılayırım. Gürültülü, möhteşem alkışlarla karşılayırım. Esker, Nezrin. Şəhriyarın dediği kimi bugün sevgilərin qovuşduğu gündür. Salam YouTube, mən Kamran Bəyəsiz. Bu günləri sizə çox möhtəşəm bir toydan bəhs edəcəm. Çəkilişimiz bizə aiddir. Qeyd etmək istərdim ki, istər ad günü olsun, istər toy olsun, istər və yaxud da digər şən məclisləriniz olsun, orada komandamız olaraq sizə xidmət etməyə hazırıq. İstər fotos olsun, istər videosu olsun. Bugün də sizə çox möhtəşəm bir toyu göstərəcəm. Və toyumuz açılışı, toyun belə deyək də gözü olan açılışlardır. Bu açılışı isə rəqsləri ilə ön planda olan bir qrup həyata keçirir. Hal-hazırda görüntüdə görürsünüz. Ümumiyyətcə açılışlar toyun özünə çox qeyri-adi bir görünüş sərgiləyir. Bütün toylarımızın belə şən, göz oxşayan keçməyini arzu edirəm. Və bəylə gəlinin ilk rəqsini hal-hazırda görürsünüz. Bax, indi başlayır onların ilk rəqsi. Hər şey elə sakit, elə gözəldir ki, sanki bu zalda təkcə onlar var. Bir-birinə baxanda hiss olunur, bu sevgi zərbədir. Bu anı illər keçsə də yəqin ki, heç vaxt unutmayacaqlar. Manananın mahnısını seçib bizim gənclərimiz və gözəl də mahnıdır. Amma ola bilsin ki, biz YouTube bloklandığı üçün biz mahnını yığışdıraq. Amma cəhd edəcəyik ki, həmin mahnını paylaşaq. Bey-gəlin paltarı giyinənlər, bu anı yaşayanlar bilirlər. Həyəcanı onların üzərindən götürmək üçün burada bir mərasim düzənləyəcəyik. Sizin burada dayanmağınız hamısı tarixe götür. Gələcək nəsillər, uşaqlar, övladlar baxacaqlar. Qız evi, səsiniz gəlsin. Bravo. Sönük olmayın, enerjili olun. İndi. Videonun əvvəlində qeyd etmədim, toyumuz Şərq Sarayda keçirilirdi və
Hal-hazırda siz aşın təqdimatını görürsünüz. Toyun ən dadlı hissəsidir aş. Ümumiyyətlə bu qoxunu duyan kimi bilirsən ki, toy oradan da başlayıb. Dostlar, qohumlar hamı gülümsəyir, süfrələr bəzənib, hər kəsin gözü bu aşı dadmağa yönəlib, təbii ki. Nə deyim, bizim toyların ən gözəl tərəfi elə budur. Həm ürək dolu, sevincli anlar, həm də belə bol ləzzət. Əlinizə, ürəyinizə sağlıq deyək və nuş olsun. Ümumiyyətlə aş bu an ümumiyyətlə heç nə ilə dəyişmək olmur. Toyun musiqisi, insanların sevinci, bu isti aşın qoxusu hamısı bir yerdə elə bir atmosfer yaradır ki, insanın ürəyi dolur. Nə deyək, əlinizə, ürəyinizə sağlıq. Kim pişiribsə Allah ruh simbol eləsin. Xoş olsun hamıya. Toyda bu aş kimi bərəkətli keçsin. İndi gəldik toyun enerjisinə, enerji qatan hissəyə. Bu səslər, bu gülüşlər, məsələn, hamısının arxasında bir adam durur. Təbii ki, aparıcımız Şəhriyar. Şəhriyar elə aparıcıdır ki, səhnəyə çıxan kimi hamı gülümsəyir. Məncə şənlik olur. Nə çox danışır, nə az. Sadəcə elə danışır ki, həm zarafat yerində, həm də səmimiyyət ürəkdən gəlir. Toyun arxasında elə bir hava yaradır ki, sanki hamı illərdir bir-birini tanıyır. Bəzən elə olur ki, bəy həyəcanlanır, gəlin utancaq baxır. Amma Şəhriyar bir cümlə ilə elə vəziyyəti dəyişir ki, zal qəhqəhə boğulur və ümumiyyətcə oynayırlar, deyirlər, əylənirlər. Elə bir bu adamın işi təkcə aparıcılıq yox, həm də ab-hava yaratmaqdır. O hər mahnının vaxtını, hər zarafatını bilir, toyun hər dəqiqəsini enerji ilə, sevinç dolu ilə xatirəyə çevirir. Bu toya gələn hər kəs bir cümlə deyir, bu Şəhriyar var ha. Toyda dartmaq olmur. Musiqi dayananda da, rəqs qutaranda da elə bir söz tapır ki, zal yerindən canlanır. Belə aparıcılar toyun ruhudur, həm insanlıqla, həm yumurla, həm ürəkdən danışmaqla fərqlənir. Ona görə bu toyun yadda qalmağında, bu gülüşlərin səslənməyində, bu gözəl enerjinin Şəhriyarın payı məncə böyükdür. Aparıcımız Şəhriyar, səhnənin ustası, toyların bərəkəti. Şəhriyar bəy ümumiyyətlə toyları çox möhtəşəm aparır. Burada Şəhriyarın reklamı da getdirir. Özünüz də baxırsınız hal-hazırda. Dostlar, ümumiyyətcə bugün də belə sonluğa artıq yaxınlaşırıq. Aş təqdimatı oldu. Şəhriyar aparıcılar bütün zalı ayıqda saxladı. Enerji, zaravatları, səmimiyyət hər şey yerində idi. Biz də bu anları yadda qalacaq şəkildə sizə çatdırmağa çalışdıq. Kadrların hər biri sevgi ilə diqqətlə çəkilib. Çünki toy bir hekayədir. Hər kadrda da hekayənin bir hissəsi. Bu gözəl günü lenti alan mən Kamran bəy Əziz təşəkkür edirəm izlədiyiniz üçün. Əgər bəyəndinizsə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Görüşərik növbəti toylarda, yeni hekayələrdə. Özünüzə yaxşı baxın. Hələlik.